Və növbəti bir suala keçək. Sualımız ağ-qara rənglənmə. Son şərt olaraq əslində o qədər də çətin deyil. Son şərtində deyir ki, n-in m-ə bir qeydimiz var. 1 və 0-lardan ibarətdir. Başlanğıcda bütün oxuyanlar ağdır. Bunu sualın şərtində biz tam aydın olaraq nə demək istədiyini görəcəyik. Mən belə deyim, mətn hissəsini keçirəm. Sadəcə sualın daha aydın şəkildə izahını verməyə çalışıram. Biz bir əməliyyatda bir sətri və yaxud da bir sütunu fərqi yoxdur ədədlərin olmağından. Bəzən birlər də ola bilər, bəzən sıfırlar da ola bilər. Amma seçdiyimiz sətrin və ya sütunun hamısını birə çeviririk. Yəni fikir versəz, əvvəl deyək ki, hamısı ağ idi. Mən bu sütunu seçsəm, hər şey sıfır olduğu üçün mən buranı birlərlə rəngləyirəm. Daha sonra da bu sətri seçirəm və buradakı hər şeyi birlərlə rəngləyirəm. Yəni belə edib iki əməliyyata bu gördüyümüz qridi ala bilirik. Yəni ən minimum iki əməliyyata bunu eləyə bildim. Amma altdakı qridə baxaq. Bu zaman nə baş verir? Baxın, mən yenə bayaqki kimi iki əməliyyata bunu və bu sütunu alıram. Amma burada bir dənə 1 var deyə, mən o 1-i belə heç cür nə bu sətri rəngləyə bilmərəm, çünki burada 0 var, burada da 0 var deyə, mən bunu heç cür eləyə bilmərəm. Yaxşı, ona görə də cavabımız -1 olur. Yaxşı, bəs mən necə bilim ki, bunu ala bilirəmmi, ya yox? Bunu yoxlamağın ən yaxşı yolu budur ki, əgər hər hansısa bir yerdə 1 varsa, tamam, bir nöqtədə, hər hansısa bir nöqtədə, deyək ki, bu nöqtədə 1 varsa, bunu qırmızı eləyək ki, daha aydın görsənsin. Hər hansı bir yerdə də 1 varsa, deməli, ya bu mənfi bir halı deyilsə, ya bu hansısa sütun tam rənglənib ki, bu da rənglənib, ya hansısa sətir tam rənglənib ki, bu rənglənib. Baxsaq, bu sətir tam rənglənməyib, amma bu sütun tam rənglənib. Hə, deməli, bu 1-də heç bir problem yoxdur. Yəni, bu 1 artıq bizə normal bir yerdədir. Bunu bütün birlər üçün eləsək, tamam, məsələn, buna baxanda deyəcəyik, hə, sətir rənglənib, bunun üçün də yəni bu sətir rənglənib deyə bu 3-də 1 olub və altdakı üçün də deyəcək ki, bu sütun rənglənib deyə bu 1 olub. Yaxşı, bəs bizdə n 1000-dir. 1000 olmağı bu deməkdir ki, biz sualı n kvadrat həllə yazmalıyıq. Amma biz görürük ki, onsuz da bir-bir ədədlərə baxmağımız elə n kvadratdır. Deməli, çeki necəsə sürətli eləməliyik. Daha sürətli yoxlamalıyıq ki, ədədin olduğu sətir və ya sütun rənglənibmi? Bunu yoxlamalıyıq. Bu arada, bir də -1 halına tam dəqiq burada baxaq. Məsələn, hamısına baxdıq bayaq onsuz da, amma buna baxanda, baxın, nə bu sətir tam deyil, nə bu sütun tam deyil, nə də bu sətir tam 1 deyil. Tamam. Ona görə mən nə görəcəm? Artıq deyəcəm, bu 1 var deyə mənim cavabım -1-dir. Hə, qaydaq bayaqki məsələ. Bəs mən bunu çeki necə sürətli eləyə bilərəm? Mən bunun üçün 2 dənə massiv saxlayacam. Daha sonra array saxlayacam. Birinci, hər sətir üçün cəm saxlayacam, birlərin cəmini. Baxın, əgər bir sətirdəki hər şey 1-dirsə, deməli, həmin sətrin cəmi n olmalıdır. Yox, deyilsə, deməli, və n-dirsə, yaxşı, gəlin bu yolla gedək. Əgər ümumiyyətlə aldığım cəm n-dirsə, deməli, bu sətirdəki hər şey tamdır. Mən bunu sütun üçün də saxlasam, yəni hər sütun üçün də cəmi n saxlasam, cəmi saxlasam və görsəm ki, cəmim n-dir, o zaman nə baş verəcək? Artıq mən bunu sadəcə qısa bir yolla çək eləyəndə görəcəm ki, əgər bütün sütunun cəmi 1-dirsə, deməli, bu sütunda tam belə rənglənib. 1 olmayanlar da mən onu göstərəcək ki, deməli, burada 1 yoxdursa, məsələn, bura tam n deyilsə, deməli, bəzi sıfırlar var. Məsələn, bura 2-dir, 3 deyil. Deməli, ortada bir dənə sıfır var. Amma halbuki mən bunu yoxlayıram. Və yaxud da bunu yoxlayanda eyni zamanda burada mənə 2 verəcək. Onun üçün görəcəm ki, baxın, nə bu 3 deyil, nə də bu 3 deyil. Yəni, nə bu sıra tam deyil, nə də bu sıra tam deyil. Ona görə avtomatik başa düşəcəm ki, deməli, mən bunu heç cür qoymağın yolu yoxdur və cavabım -1-dir. Yaxşı, bəs -1-i
-1 olmadığını tapandan sonra minimum neçə xətt çəkməli olduğumuzu hardan bilək? Onda belə baxsaq elə görərik ki, cavabımız da elə bu n-lərin sayıdır. Birinci vektorda, yəni sətirlər üçün olan vektordakı n-lərin sayı, count n, yəni neçə dənə tam rənglənmiş varsa, mən onların sayının üstünə altdakında olan n-lərin sayını gələrəm. Tamam, yəni burada n-lərin cəmi yox, n-lərin sayının cəmi nəzərdə tutulur. Okey, məsələn, bu nümunəyə baxsaq, bir dənə n burada var. Bu nə demək idi? Dedik ki, bu hissə tam rənglənib də, deməli, bir dənə xətt burada var. Altda da bir dənə n var. Məsələn, burada yazaq 2, burada yazaq 1. Yəni, o ərrəyi qurum sizin üçün. O zaman nə görəcəm? Bir dənə də n burada var deyə, deməli, bir dənə də xətt belə çəkil. Okey, fərz eləyək ki, bu yoxdur da, yuxarıdakı nümunəyə baxırıq sanki, bu 0-dır deyək. O zaman nə görəcəyik? Onda bu da, yox, bu 2 qalır. Ha, yox, 1 olur. Tamam. Bu 0 kimi düşünsək, bu da 1 olur. Biraz şəkil qarışıq ola bilər. Bunu fərqli rənglə deyək. Bu 1 olsun, bu da 0 olsun. O zaman nə görürük? Görürük ki, bir dənə n burada var deyə, bir dənə də n burada var deyə cavabımız 2 olur. Həqiqətən də, yəni baxanda, düşüncə ilə də nə görürəm? Mən haçan n olurdu? Həmin sətir tam birlərdən ibarət olanda. Və həmin sətir necə tam birlərdən ibarət ola bilər? Əgər deməli mən ora xətt çəkmişəmsə, yəni o xətti hamısını 1 eləmişəmsə. Və bu ilə də belə deyək, dolayı olan elə mən cavabını tapmış olur. Önəmli olan nədir? Birinci -1-ləri yoxlayırıq. -1-lər veririk, ödənirsə, ödənirsə -1 veririk, ödənmirsə gedirik n-lərin sayını çıxışa veririk. Bu ilə də belə son rahatlıqla bir həlli ortaya çıxır. Tamam, koduna baxaq. Kodda nə etmişik? N almışıq. String n, yəni mən string array götürmüşəm. Stringləri almışam. Dediyimiz o 2 dənə x və y üçün 2 dənə şey saxlamışam, array saxlamışam, n elementdir. Yəni başda hamısı 0-dır. Əgər 1 olan bir şey tapıramsa, gedib x i-ni artırıram, y j-ni artırıram. Bu nə demək olur? Gəlin yuxarıdakı nümunədə davam edək buna. X i olanda, yəni mən artıq buranı nəzərdə tutacağam, buradakı sıfırları. Y j olanda da buraları nəzərdə tutacağam. Məsələn, burada 1 görəndə mən deyəcəm ki, x i-ni, yəni bunu bir vahid artır. Bir də y j olduğu üçün, yəni get bunu artır. O da olacaq 1. Fikir versəz, mən bunu dəfələrlə eləsəm, yəni hər bir 1 üçün eləsəm, avtomatik nə olacaq? Məsələn, bu sətirdə 3 dəfə elədiyim üçün, buranın 3-ü də eyni sətirdə olduğu üçün bu 3 olacaq. Burada bunların hər biri 1 olacaq. Və bu sütunda 3 dənə 1 olduğu üçün də bu avtomatik 1 yox, 3 olaraq update olacaq gələcəkdə. Ona görə də artıq mən array-mi rahatlıqla qura biləcəm. Array-mi qurdum, x, y-ləri. Gedib ans dəyişənində cavab axtarıram. Yəni, gedirəm bunları toplayıram. Əgər n-dirsə, nə dedik? N-dirsə, deməli, bir dənə xətt çəkmişəm oradan. Cavabı artır. Amma hələ vermirəm. Gedib -1 halını yoxlayıram. Buna nə edirəm? Gedirəm bir-bir bütün 1 olanlara baxıram. Baxanda deyirəm ki, əgər hardasa 1 varsa və onun belə nə x-i, yəni olduğu sətir n deyilsə, buradakı kimi. Məsələn, deyək ki, bu 1 idi də bayaq, düzdür? Hətta o şəkli mən bir də qoymağa çalışacağam. Məsələn, bu nümunə. Bu nümunədə mən nə deyirəm? Bu hissə 1-dir. Amma nə x i-si n deyil, 3 deyil, nə də ki y j-si, yəni olduğu sütunun cəmi n deyil. Deməli, nə sətirlə, nə də sütunla bunu rəngləyə bilərəm. O zaman nə baş verəcək? Avtomatik başa düşürəm ki, bu -1 halıdır. -1 çıxışa verib, return 0 deyirəm. Yox, olmadısa da ansız çıxışa verəcəm. Kodumuz əslində hər şeydə düz işləyir. Sadəcə bir dənə problem olur. Bu da çox əslində görünür bir problemdir. Bəs bütün n-in n olan qridimin hər şey 1 olsa, yəni 1, 1, 1 şəklində, bütün qrid aşağıya doğru da hər bir yer 1-dən ibarət olsa, avtomatik başa düşür ki, -1 halı deyil. Niyə? Çünki elə bir rəqəm yoxdur ki, mən onu rəngləyə bilməyim də, düzdür? Bəs yaxşı, ən minimum cavabımız nədir? Ya bütün sətirləri
yəni sətir-sətir rəngləyərik, ya da sütun-sütun rəngləyərik. Tamam. Və görəcəyiniz kimi hər iki cavabda da cavabımız eynidir. Sadəcə bizim kod x-ların cəmi ilə y-lərin cəmini topladığı üçün avtomatik 2n tapacaq. Yəni ola biləcək ən yuxarı cavabı tapacaq. Tamam. Bunun qarşısını necə alaq? Bir dənə belə hər şey 1 olanda səhv işlədiyi üçün, tamam. Düşünərsiniz, məsələn, bir dənə 0 olsa belə, artıq belə cavabı düz tapır. Niyə? Çünki həqiqətən də sizə bu sətirləri əllə rəngləmək, bu sətirləri də əllə rəngləmək lazımdır. Amma hər şey 1 olanda artıq o kod bunları belə sayır. Yəni 6 dənə xətt çəkir. Hansı ki, digər üçünə ehtiyac yoxdur. Sadəcə ya sətirlər, ya da sütunlar olsaydı bəs eləyərdi. Yəni dediyim kimi 2n-də cavabı bir dənə səhv tapır. Cavabı 2n tapır, yəni hər şey 1 olanda. Onun da qarşısını almaq üçün sadəcə bir dənə axırda if-lə yoxlaya bilərik ki, əgər 2n-dirsə, deməli cavabı bir dənə səhv tapmısan. Ona görə cavabın n-dir. Və yaxud da bir dənə sum təyin edib burada samı artıra bilərdik. Sum n kvadrata bərabərdirsə, cavabı n çıxışa verir. Yəni if kimi elə burada for qutaran kimi çıxışa verir də yoxlaya bilərdik. Bu ilə də əgər n-i təyin edirsənsə etmirsənsə, yəni cavabı düz tapmısansa da get hansı çıxışa ver deyirik. Bu ilə də bitir. Üstündən bir də keçək. Stringləri aldım, yəni sətir və sətir aldım. Hər sətir və sütun üçün cəmi yadda saxladım. Sonra hər iki cəm ərrəyində n-ə bərabər olanların sayını götürdüm. Daha sonra da mənfi bir halını yoxladım. Mənfi 1-dirsə burada durdururam bir növ. Deyilsə də gəlib burada yoxlayıb cavabı çıxışa verirəm. Bu ilə də bu sual qurtarmış olur.